Bəli, dəyərli izləyicilər, məlumatları təqdim etdik. Elə qeyd etdiyimiz kimi, əsas müzakirə istiqamətimiz məhz Rusiya-Ukrayna münaqişəsi ilə bağlıdır. Danışıqlar yenidən bərpa edilir. Bir müddət idi İstanbul danışıqları ilə bağlı müəyyən siqnallar gəlirdi. Artıq sabah ABŞ və Ukrayna rəsmilərinin görüşləri olacaq İstanbulda. Nələr müzakirə olunacaq, nələr dəyişiləcək, bununla bağlı məlumat gözləyirik, deyir Kreml. Məlumat necə ötürüləcək və burada Ukrayna sıxışdırılacaqmı? Çünki hazırda cəbhədə Rusiyanın irəliləməsi ilə bağlı xəbərlər gəlirsə, Amerika Birləşmiş Ştatları məhz müəyyən təzyiqlə yanaşacaq Ukraynaya qarşı, danışacaq. Müzakirələrimiz isə hazırda bizlə bağlantıda olan Ədalət Partiyasının sədri Mütəllim Rəhimli ilə olacaq. Mütəllim bəy, xoş gördük sizi. İstəyirəm ki, məhz İstanbul danışıqları ilə bağlı təhlillərinizi alaq. Zelenski də gelir, Vitkov da orada olacaq və görüş olacaq ABŞ-Ukrayna arasında. Bu görüşdə Amerika Birləşmiş Ştatlarının mövqeyi necə olacaq? Necə gözləyirsiniz? Ukrayna mı sıxışdırılacaq, yoxsa həmçinin də bu zamanlarda biz Amerikanın da Rusiyaya qarşı sanksiyalarını da gündəmdə görürük, yoxsa Amerika Ukraynaya belə deyək, tərəfmi mövqedən çıxış eləyəcək? Həqiqətən də İstanbul danışıqları dünyanın diqqət mərkəzindədir. İndiyə qədər biz nəzərə almalıyıq ki, Rusiya və Ukrayna arasındakı danışıqlarda yeganə olaraq irəliləyiş və nəticələrin əldə olunması məhz İstanbul danışıqlarında olub. Və bu zaman biz Qara Dənizdə neft tankerlərinin marşrutunun açılması məsələsini razılaşdırıldığını şahidlik etmişik. Bundan sonra Rusiya-Ukrayna arasında demək olar ki, elə də böyük bir razılaşma əldə olunmayıb. İstanbul razılaşması həmçinin əsirlərin dəyişdirilməsi və meyitlərin qaytarılması kimi məsələlər də həll edilib. İndiki məqamda Ukrayna tərəfi Birləşmiş Ştatların birbaşa vasitəçiliyindən daha çox açıq şəkildə Türkiyənin vasitəçiliyinə üstünlük verdiyini də bildirmişdi. Bu dolayısı yollarla yayılsa belə, hətta Ukraynanın bu mövqeyi Rusiyaya da yansıyıb. Çünki biz Rusiya rəsmilərinin də dəfələrlə İstanbul görüşünə daha çox önəm verdiyini duymuşduq, bunu hiss etmişik. İndiki halda sabah başlayacaq bu görüş müəyyən ümidlər yaradır. Ona görə ümidlər yaradır ki, bu görüş Türkiyədə baş verir ilkin olaraq. Çünki Türkiyə Rusiya-Ukrayna müharibəsində özünün şəxsi dövlət maraqlarını heç vaxt önə çəkməyib və yalnız müharibənin səmimi şəkildə sona yetirilməsi ilə bağlı təşəbbüslər irəli sürüb və eyni zamanda bu təşəbbüslər Ukraynanın ərazi bütövlüyünə və reallığın nəzərə alınmasına söykənib. Lakin Avropa Birliyi və Birləşmiş Ştatların vasitəçiliyi ilə həyata keçirilən danışıqlarda isə vasitəçilərin maraqlarının hər zaman üzdə olduğunu müşahidə etmişik. Və bu da danışıqlar prosesinə və sülh yaratma missiyasına hər zaman əngəl törədir. Rusiya indiki məqamda təbii ki, cəbhədə nisbi üstünlük əldə edib. Müəyyən kiçik də olsa ərazilərin ələ keçirilməsi müşahidə edilir və danışıqlar masasında Rusiyanın üstünlüyü kimi qiymətləndirilə bilər. Amma biz digər tərəfdən Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq olunan sanksiyalar nəticəsində Rusiya neft şirkətlərinin ciddi maliyyə sanksiyalarına məruz qaldığını və fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində olduğunu müşahidə edirik. Xüsusilə mediada yazılanlara istinad etsək, hətta Lukoylun belə Azərbaycandakı fəaliyyətini dayandıracağı ilə bağlı məlumatlar gəlməkdədir. Bu, Rosneftə və Lukoyla ABŞ sanksiyalarının əhəmiyyətli dərəcədə təsir etdiyini göstərir. Bir tərəfdən Ukrayna təzyiqlərə məruz qalır Birləşmiş Ştatlar tərəfindən, eyni zamanda digər tərəfdən Rusiya da bu təsirlərin dadını görməkdədir. Bunu da qeyd edə bilərik. Ona görə də biz İstanbul danışıqlarında Rusiyasız bir razılaşmanın həyata keçirilməsini müşahidə edə bilərik. Bu nəyi göstərir? Bu onu göstərir ki, Rusiya bu cür danışıqlara özünü o qədər də meyilli kimi göstərmir. Yəni, mən cəbhədə üstünlük qazanmışam, hər hansı bir danışıqlara belə deyək ki, ehtiyacım yoxdur, sadəcə olaraq şərtlərim var. Bu şərtlərdə zaman-zaman mediada yayılıb və Birləşmiş Ştatların rəsmiləri tərəfindən də açıqlanıb. Rusiyanın şərtləri nədir? Rusiya hətta işğal etmədiyi müəyyən əyalətlərin, ərazilərinin ona verilməsini və bundan sonra atəşkəsə nail olunmasını məqsədə müvafiq sayır. Bu isə təbii ki, vasitəçilər və Ukrayna tərəfindən ümumiyyətlə qəbul olunur. Bu İstanbul danışıqlarında nəyə ümid etmək olar? Təbii ki, biz
Birləşmiş Ştatlarla Ukrayna arasında mövqelərin uzlaşdırılmasını gözləyə bilərik. Bu isə Rusiyanın olmadığı təqdirdə ya Birləşmiş Ştatlar açıq şəkildə Ukraynaya təzyiq göstərməlidir ki, öz mövqelərindən geri çəkilsin və Rusiyanın reali sürdüyü şərtləri yerinə yetirsin, yaxud da bu danışıqları Birləşmiş Ştatlar birmənalı olaraq Ukraynanın mövqeyini dəstəkləməlidir. Və geri çəkilməklə bağlı... Siz hansını gözləyirsiniz bəs? Trumpın hazırda görürük ki, sanksiyalarla bağlı açıqlamaları var. Yəni Rusiyaya qarşı addımlara icazə verir. Yəni Ukraynanın mı yanında mövqe alacaq Amerika Birləşmiş Ştatları, yoxsa yenidən qarşısında mı olacaq? Biz Birləşmiş Ştatların Rusiya-Ukrayna müharibəsinin münasibətini təhlil edərkən birmənalı olaraq belə bir yanaşmanın şahidi oluruq və belə qənaətə gəlirik ki, Birləşmiş Ştatlar bu müharibədə yalnız özünün milli maraqlarını müdafiə edir. Və bu zaman nə Rusiyanın, nə də Ukraynanın maraqlarını güdmür. Və buna görə də Birləşmiş Ştatlar müharibənin dayandırılmasında baxmayaraq ki, sözdə hər zaman Trump belə ifadə edir ki, o bir neçə müharibəni, hətta 9 müharibənin belə dayandırılmasına nail olub deyə bəyanatlar verir. Amma bu müharibənin dayandırılmasında o qədər də maraqlı deyil. Birləşmiş Ştatlar müharibənin dayandırılması ilə özünün dövlət maraqlarını və regionda Birləşmiş Ştatların nüfuzunun daha da artırılmasını və yerləşdirilməsini istəyir. Və buna görə də danışıqlara məhz bu aspektdən yanaşır. Bildiyimiz kimi Birləşmiş Ştatlar Ukraynadan nadir faydalı elementlərin əldə olunmasının tərəfindədir və bunun üçün Trump vaxtı ilə Zelenskini Ağ Evdə qəbul edəndə bunu açıq şəkildə deyirdi və bu müqaviləyə qol çəkməlisən, çünki sənin əlində güclü kartlar yoxdur ifadəsini işlətmişdi və Rusiya qarşısına geri çəkilməsini istəyirdi. Və belə çıxır ki, Birləşmiş Ştatlar üçün maraqlı nüans Ukraynanın faydalı qazıntılarını ələ keçirmək və Ukraynada möhkəmlənməkdir. Əgər Zelenskidən bunu alsalar, təbii ki, Rusiyaya təsir göstərə bilərlər. Əks halda isə mən düşünmürəm ki, Birləşmiş Ştatlar Ukraynanın maraqlarını müdafiə eləsin və Rusiyaya təzyiq göstərsin. Birləşmiş Ştatlar bu müharibənin dayandırılması üçün ikili mövqe nümayiş elətdirir. Bunu son vaxtlar daha çılpaqlığı ilə görmək mümkündür. Aydındır. Məhz Alyaska görüşündən sonra, Anchorage görüşündən sonra dəfələrlə Rusiya rəsmilərinin bu cür açıqlamaları olurdu ki, növbəti görüş baş tutacaqmı, Budapeşt samiti olacaqmı deyiləndə. Onlar həmişə deyirdilər ki, Anchorage görüşünün nəticələri ilə bağlı, real nəticələri ilə bağlı biz hərəkətlər və yaxud da ki, açıqlamalar gözləyirik Amerika Birləşmiş Ştatlarından. Bu yerdə ekspertlərin təhlilləri bu yöndə idi ki, məhz artıq Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında bir razılıq əldə olunub. Ona görə də hazırda Rusiyada cəbhədə irəliləyir. Hələ xüsusda ki, Donetsklə bağlı razılıq üzərində dayanırlar. Siz necə dəyərləndirirsiniz? Bu mənada müzakirə masasında ərazi verilməsi ilə bağlı nələr danışılacaq Vitkov və Zelenski arasında? Məsələ bundadır ki, Birləşmiş Ştatlar Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini heç vaxt əleyhinə olmuyor. Və çox təəssüf ki, buna çox normal yanaşdığı görsənir və bir müstəqil ölkənin ərazilərinin Rusiyaya verilməsi məsələsi Birləşmiş Ştatları tamamilə qane edir. Görsənən nüans bundan ibarətdir və haqlı olaraq bildirirsiniz ki, Alyaska ştatında iki prezident arasında baş tutan görüşdə ekspertlər dəfələrlə vurğulayıblar ki, burada gizli bir razılaşma var. Amma bu gizli razılaşma nədən ibarətdir? Bunun detalları kifayət qədər sübut olunmuş şəkildə ortaya çıxa bilmir. Amma biz Birləşmiş Ştatların rəsmi mövqeyindən bunu duya bilirik. Birləşmiş Ştatlar nə düşünür? Birləşmiş Ştatlar Ukraynanın Rusiyaya güzəştə getməsinin tərəfdarıdır. Burada ərazi məsələsini indiki halda Birləşmiş Ştatlar razıdır ki, Ukrayna güzəştə getsin və Birləşmiş Ştatlar belə hesab edir ki, atəşkəsə nail olmaq gələcəkdə bu ərazi məsələlərini müzakirə etmək mümkündür. Rusiyanın mövqeyi isə ondan ibarət ki, işğal etdiyi əraziləri genişləndirsin və bu əraziləri idarə etməsi bilavasitə Rusiyaya verilsin. Və gələcək danışıqlarda artıq Rusiya bu ərazi üstünlüyündən və geosiyasi üstünlüyündən istifadə edərək daha yeni şərtlər irəli sürə bilər. Hətta biz müşahidə etdik ki, münaqişənin dayandırılması məsələsində Birləşmiş Ştatlar atom elektrik stansiyasının Ukrayna ilə birlikdə işlədilməsi məsələsini də gündəmə gətirdi və açıq şəkildə də bəlli olur ki, Birləşmiş Ştatlar Ukrayna-Rusiya müharibəsində özünün iqtisadi maraqlarını ön plana çəkir.
və o Ukrayna ərazisində faydalı elementlərlə yanaşı Ukrayna iqtisadiyyatından və zəngin ehtiyatlarından bəhrələnmək niyyətindədir.